Tarihin bir günü verilişində gərgin anlar yaşanıb. Doğru Xəbər maqazin xəbər verir ki, proqrama Türkiyədən telefon zəngi ilə qoşulan Faiq adlı şəxs aktyorları və komediya xananı tənqid edib. Bundan başqa o verilişdə qonaq olan aktyor Fərdə Xudaverdiyev haqqında onu yaxşı yontalayıb daha gözəl aktyor etmək mümkündür deyə ifadə işlədib. Bu söz isə Fərdanı özündən çıxarıb. 25 ildir bu səhnədə olan birini tanımırsınız. Siz kimsiniz? Üstəlik bu sahə üzrə təhsiliniz var. Bəs siz bilmirsiniz ki, efirdə Tarix Əliyevə hörmət edirsinizsə, onu qonaqlarına da etməlisiniz. Yontalamaq nədir? Mən şəxsi nömrəmi də verə bilərəm. Çıxanda danışarıq. Mənim yontalanan vaxtım keçib. Danışmazdan əvvəl internetə girib bir axtarış edin deyə Fərda bildirib. Müğənni Ülviyə Namazovanın şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ölkə gündəmini zəbt edərək ciddi tənqidə və təhqirə səbəb olub. Doğru Xəbər maqazin bildirir ki, ifaçı Rəngarəng proqramında evli kişidən uşaq dünyaya gətirdiyini etiraf edib. Boynuma alıram ki, mənim uşağımın atası evlidir. Mən efirlərə çıxıb ərim demirəm. Hamilə olarkən hansı stresləri keçirdiyimi heç kim bilmir. Kənardan kimisə qınamaq asandır. Mən heç kimə bunu məsləhət görmürəm deyə Ülviyə bildirib. Daha sonra Ülviyənin həyatında olan şəxs efirə zəng edərək həmişə onun yanında olacağını açıqlayıb. Bildirib ki, o başını heç vaxt aşağı əyməsin.